Bəzən daxili bədənimizə daxil olanda, yəni ruhumuza özümüzü çox pis hiss edirik. Bəzən beynimiz bizə bir işi etməyi əmr edəndə canımız sıxılır. Bilirsinizmi niyə? Çünki ruh və şüur bir bədənin içində bir-biri ilə mübarizə aparır. Çünki şüurda olan qorxu, nifrət, bağışlaya bilməmə, keçmiş xatirələr, gələcək narahatçılıq kimi şüurun oyunları ruhumuza, yəni şüurumuzdan da dərində olan ruhumuza kilit vurur və ora daxil olmağa imkan vermir. Eckhart Tolle'nin İndinin Gücü kitabında belə bir cümlə var. Hesabı ilə deyirdi: "Məbədə daxil olmamışdan öncə bağışla." Bu cümlənin anlamı o qədər dərindir ki, özünüzü tapmaq üçün, ruhunuza çatmaq üçün bağışlayın. Nəsillərinizdən gələn bütün səhvləri, ata-ananızla olanları, həyatınızda olan bütün insanlarla olanları və ən əsası özünüzün etdiklərinizi bağışlayın. Çünki keçmiş və gələcək sadəcə şuurun bir oyunudur. Ruh keçmiş və gələcək düşüncəsini dərk etmir. Siz şüurunuzda keçmiş və gələcək düşüncəsi ilə yaşayıb ruhunuzun indiki gücünü, əsl gücünü dərk etmirsiniz. Yaşadığınız sevinç, kədər, acı, qorxu, bunların hamısı indi baş verir. Siz bunların hamısını indi hiss edirsiniz. Bunun günahkarı nə keçmiş, nə də indidir. Və indi bir dəqiqəlik dayanın. Gözlərinizi yumun və özünüzə bu sualı verin. Mən indi həqiqətən canlıyam? Məndə həyat varmı? Mən indi həqiqətən özümü necə hiss edirəm? Bu suallara cavab tapın və özünüzü kəşf edin. Var olduğunuzu və indini hiss edin.